Çox istəyirəm səni. Yazığım da gəlir sənə. Neynim? Müalicə eləyə bilmirəm səni. Dərdinə əlaç tapa bilmirəm. Bağışla məni. Bağışla əzizim. Qənfet istəyirsən? Hə? Mumu? Al. Al. Qəndab xala. Bu heç xəstəyə oxşamır. Bunun nə yarası var, nə də xorası. Və niyə süddən kəsilib bu? Mən nə bilim. Yəqin bir azarı var da. Bundan mənim heç başım çıxmır. Özümünki olsa heç vecim almazdı. Fermanındır. Suruşu bayandır deyəcək ki, heyvanlara can yandırmırsan. Heyvanın bədbəxtliyi ondadır ki, Qəndab xala. Heyvan dərdini deyə bilmir. İnsanları müalicə eləməyə nə var ki? Gəlib deyir ki, filan yerim ağrıyır. Sən də resept yazırsan, gedir dərman alır. Amma bu heç nə deyə bilmir. Gəl indi baş sındır görüm, bunun azarı nədir? Səni qınamıram, bilirəm. İşin yaman çəkmə. Amma gendən baxana asan gəlir. Deyirlər, heyvana neynəsən, dözəcək. Bir də gərək adam, xoşu gələn işin qulpundan yapışsın. Yox, bu iş mənlik deyil. Cəmi cümlətan, killi kuş qutarmışam. Xoşum gəlmir vəssalam. Dədəm canı, doktor Miriş qaydan kimi gedəcəyəm buradan. Az demədim, gəlmə yeməyim var. Yol ölçmək deyəsən xoşuna gəlir. Dolma pişirmişəm, gətirdim ki, isti içəsin. Axır bir cəncəl açacaqsan. İştahdan kəsilib bu. Bəlkə baxasan? Onun nə canı var ki, çox deyilsin. Bunun xəstəliyi ərkönlüydü. Qucağında çox gəzdirmə. Heyvanın gərək ayağı yerə dəysin, ağzı da ota çatsın. Şah! Kasım! Ayo, başına dönüm ağası. Aşağı düş. Gelen gündən ağaca qonmusan. Ha bala, bir de görüm axı, sen ne vaxta kadar tersliği eləyəcəksən? Agədə düş aşağı, düş! Adam balası ol! Vallahi billahi ahırda cemaat sana kuş Kasım diyecek. Serçe Kasım. Serçe ne oluram dədə? Abala, qurbanın olum, gəl bu daşı tük ətəyindən. Deyirlər, təzə ay çıxanda köhnəni doğrayıb ulduz eləyir. İndi sən oxumağa gedəndə, Niyaz təzə ay oldu, çıxdı ortalığa. Nə olar, çıxsın da, kətdə qız qəhətli idi bəyən? Kişi gərək tüpürdüyün yalamasın. Bəs niyə adımızı kişi qoyublar? Oh! Kişiyə bir bax. Havala, cəmi məxluq, sən deyən kim olsaydı, onda bu dünya bir çürük qoza da dəyməzdi. Oyna, oyna. Sənə qalsa gərək, bu dünya düppədüz olar. Ağaçlar da düppədüz göyə millənə, heç ibinə də kölgə salmayaq. Şah! Atan düz deyir, abala, başına dönüm. Adam hər dediyi sözə əməl eləyə bilmək. Sözdür də, ağızdan çıxdı, sonra görürsən ki, əməl eləmək mümkün deyil. Həyatdır da, pisi də var, yaxşısı da var. Hamı bir ola bilməz ha. 5 barmağın 5'i də bir ola bilməz. Əldə barmağın 5'i də bir ola bilmək. Əl ayrı, dil ayrı. Atalar da yaxşı deyib ki, ağzındakı söz sənindir, ağzından çıxdı özgənin. Puh, lənət sənə kör şeytan. Bəlkə dilin dediyinə adamın gücü çatmır. Dildi də bir əlcə ət parçasıdır. Dedi, amma gücü çatmadı. Şah! Adam gərək gücü çatan işi boynuna götürsün. Söz verdin, zəhmət çək, əməl elə. Tər
Tərs oğlu tərs. Başa düş. Hər deyiləni adam yerinə yetirə bilməz. Salım ki, elə mən hirsləndim, özümdən çıxdım. Dedim ki, bibini boğub öldürəcəyəm. Sonra da hirsim soyudu. İndi nə eləyim, vurum bibini öldürüm? Gərək öldürəsən. Lənət sənə kör şeytan, atalar düz deyib, ot köküslə bitər. Tərslikdə dədəmiz oxşuyur. Elə bil rəhmətliyin fırt eləyib burnundan düşür. Ay, məni niyə öldürürsən ay qardaş? Taxsırım nədir? Əşi, sən də yuyulmamış gömçək kimi özünü ortaya soxma. Ha, hamınız bir bezin qırağısız. Sözdü də dedim. İndi səni öldürmədim ha. Dur yürüsün. Oynamıram.